79-cu sualın izahına baxaq. 79-cu sualda aralarındakı məsafə 34 kilometr olan A və B məntəqələri velosipedçi və piyada eyni zamanda yola düşmüşdür. Qarşı-qarşıya yola düşmüşdür. A hərəkətə başlayanda velosipedçinin sürəti piyadanın sürətindən 8 km/saat çoxdursa, velosipedçinin sürətinə olsun x plus 8, piyadanın sürəti də olacaq x. Və A-dan C nöqtəsinə qədər 24 kilometrdir. Onda ümumi yol 30 kilometr, 34 idi. Onda burada olacaq 10 kilometr. Burada C nöqtəsidir. Onda ümumi yola görə yazsam, deməli, T bərabərdir S bölünsün V düsturuna görə yazsam, mənə deyir ki, 0,5 saat velosipedçi 0,5 saat piyadadan tez çatır. Onda 10 bölünsün x çıxılsın 24 bölünsün x plus 8 bərabər olmalıdır 0,5-ə, yəni 2-də 1-ə. Bunun da ortaq məxrəci gəlib həll eləsək, x-i buradan tapırıq 4. Deməli, piyadanın sürəti 4-dür. Daha sonra 80-ci sualda 24 nəfərdən ibarət işçi qrupunda olan qadınların yaşları ədədə ortası. Qadınların sayına deyirəm x, kişilərin sayına deyirəm 24 çıxılsın x. Məndən kişilərin sayını istəyir. Qadınların yaşlarının cəminə Q deyirəm. Qadınların sayı x-dır. Bu da olur. Ədəd ortası da 21. Onda qadınların yaşlarının cəmi alınır 21x. Daha sonra kişilərin yaşlarının cəminə K deyirəm. Kişilərin sayı 24 çıxılsın x-dır. Bərabər olmalıdır ədəd ortasına, yəni 29-a. Onda buradan kişilərin sayı neçə eləyəcək? Yaşlarının cəmi 24 vurulsun 29 edir 696. Çıxılsın 29x və mənə deyir ki, ümumi yaşların ədədi ortası olur 26. Onda buradan ümumini də tapanda 26-nı vurmalıyam 24-ə. 26-nı da 24-ə vuranda edəcək 624. Onda qadınlarla kişilərin yaşlarının cəmini toplayıb bərabər eləməliyəm 624-ə. 21x üzərinə gəlinsin 696 çıxılsın 2 29x bərabər olmalıdır 624-ə. Buradan -8 bərabər olur -72-yə, x də bərabər olur 9-a. Deməli, qadınların sayı 9 dənədir. Qadınların sayı 9 dənədirsə, kişilərin sayını tapmaq istəyəndə 24-dən çıxmalıyam 9-u. 24-dən 9 çıxanda edir 15. Deməli, kişilərin sayı 15 nəfərdir. Daha sonra 81-ci sual funksiya testidir. Bu funksiya testinə görə deməli, mən burada yaza bilərəm ki, CO nədir? 5-dir. Onda yaza bilərəm ki, BO AO-ya x desəm, BO da olacaq 25x. Onda h kvadrat bərabərdir. MN-dən yaza bilərəm ki, 5-in kvadratı bərabərdir. X vurulsun 25x. Buradan x bərabər olacaq 1-ə. Deməli, bura olur -1, burada olur müsbət 25. Təpə nöqtənin apsisini istəyir. Onda x də bərabər olur -1 üzərinə gəlsin 25 bölünsün 2. Bu da edir 12. Daha sonra 82-ci sualda deyir ki, uyğun tərəfləri paralel olan müxtəlif adlı bucaqlar deməli, alfa ilə beta uyğun tərəfləri müxtəlif adlı olan bucaqlar. Deməli, alfa ilə betanın cəmi 180 dərəcədir. Və alfa ilə qamma ilə fi də uyğun tərəflərə paralel olan eyni adlı bucaqlardır. Onda deməli, qamma ilə də fi bir-birinə bərabərdir. Daha sonra qammanın ölçüsü alfanın ölçüsündən 20 dərəcə azdır. Onda qamma bərabərdir 0,8 alfaya. Və fi'nin dərəcə ölçüsü betadan 20% çoxdur. Onda bu da bərabər olur 1,2 betaya. Və mən qamma ilə fi'nin bərabər olduğunu bilirəm. Onda 0,8 alfa bərabər olmalıdır 1,2 betaya. Hər tərəfi 0,4-ə bölsəm 2 alfa bərabər olacaq 3 betaya. Onda alfa 3k, beta 2k olur.
Alfa ilə betanın cəmi 180 olmalıdır. Onda 5K 180-dır. K da edir 36. Onda alfa eləyəcək 36 vur 3, yəni 108 dərəcə. Beta da eləyəcək 36 vur 2, yəni 72 dərəcə. Daha sonra 83-cü sualda deyir ki, ABC üçbucağında ABC üçbucağı çəkirəm. S bucağı 90 dərəcədir. Bura S olsun. Düz bucaqlı üçbucaqdır. Bura A-dır, B-dir. AD tən böləndi. Bucağı yarıya bölür. Alfa alfa. A-dan B-yə qədər 8,5. C-dən D-yə qədər 2,4 cm olarsa, ABD üçbucağının sahəsini tapın. ABD üçbucağının sahəsi. Deməli, bura bir X deyərəm. Burada olacaq onda Y. Tən bölən xassəsinə görə yazdıq. X-in 2,4-ə nisbəti bərabər olmalıdır 8,5-in Y-ə nisbətinə. Vursam, çarpaz. 2,4-ü vuranda 8,5-ə edir 2,4 vurulsun 8,5 20,4 edir. Bizdən də ABD üçbucağının sahəsini istəyirdi. ABD. S də bərabərdir 2-də 1. Deməli, tərəfi Y-dir. Körbucaqlı üçbucaq olduğuna görə hündürlüyü xaricə düşür. Olur X böl 2. Bu da eləyir 20,4 bölünsün 2. Eləyir 10,2 sahə. 84-cü sualda deyir ki, A və B nöqtələrini birləşdirən parçanın orta nöqtəsi apsisoğunun mənfi hissəsi üzərində olarsa, K-nı tapın. Orta nöqtə dediyinə görə x1 plus x2 böl 2, y1 üstə gəldi y2 böl 2 olur. Onda x-ları tapsaq, K-nın kvadratı çıxılsın 8K üstə gəl 12 böl 2. Bu x-in koordinatıdır. Y-in koordinatı da olacaq K-nın kvadratı çıxılsın 12K üstə gəl 32 böl 2. Bu da Y-in koordinatıdır. X oxunun mənfi oxu üzərindədirsə, X-in üzərindədirsə, onda bunun Y-i 0-a bərabərdir. K kvadratı çıxılsın 12K üstə gəl 32 bərabər olmalıdır 0-a. Onda vuranda 32, toplayanda 12 eləməlidir. Bu da 8 ilə 4-dür. Təbii ki, mən burada 4 həm də bu tənliyin köküdür birincinin. Ona görə ortaq kökləri götürürük. Cavab olur 4. Sonuncu suala bax, 85-ci suala. Çoxluqların elementlərinin sayı verilmişdir. X-in natural qiymətləri üçün A-nın B-yə fərqinin ala biləcəyi ən kiçik qiymətlərin cəmini tap. Kəsişmə B-nin elementlərindən çoxdur. Onda 3x üzərinə gəlinsin 4 böyük olmalıdır 19 çıxılsın 2x-dan. Onda 5x kiçik olmalıdır 15-dən. X də kiçik olmalıdır. Daha doğrusu böyük olmalıdır 3-dən. X-in 3-dən böyük olmalıdır. Ən kiçik qiymət dediyinə görə və ən böyük qiymətlərinin cəmini deyir. Yalnızca A fərqi B-nin. Deməli, X-in ala biləcəyi minimum qiymət 4-dür. X-in ala biləcəyi maksimum qiymət də, təbii ki, burada çoxluğun elementlərinin sayı, yəni 19 çıxılsın 2x da 0-dan böyük olmalıdır. Onda ala biləcəyi X-in ən böyük qiymət 9-dur. X 9-dur, ən böyük, X də ən kiçik 4-dür. Yerinə qoysam 2x plus 5 olacaq 4 qoyanda 13, 9 qoyanda 23. Bizdən də bunların cəmini istəyirdi. Eləyir 36.